ikinci tərəfdən problem hardadır? İndi Emil, dinin, İslamın düşmənləri çoxalıb. İslamın düşmənləri çoxalıb deyəndə nə qəsd edilir? Emil, Allahın dini ilə mübarizə aparanlar çoxalıb. Şeytanlar. 15 il bundan qabaq, 20 il bundan qabaq Allahın dini ilə düşmənçilik edən insanlar tapmaq olmurdu həyatda, yer üzündə. Yəni bizim ölkədə, Bakıda tapmaq olmurdu. Tək-tük hardasa eşidirdi. Kimsə var. O eşidirdi nə? Falan kəs ateist olub, xəbərin var. Ay nə ateist, nə danışırsan? Allah inanmır. Hansısa bir yerdə, hardasa kimsə var. Eşidirdik də. Təəccüblənirdik. Qardaş, indi Allaha inanan tapa bilmirsən. Cavanların içərisində. Müsahibə götür cavanlardan. Az qala 20-sindən biri qorxasan, görəsən biri deyəcək Allah var. Yəni, qardaş, demirəm, sünnüdür, şiyyədir. Sofidir, nə bilim nədir. Allah yoxdur, deyir. Niyə? Çünki sosial şəbəkələrdə dinin düşmənləri çoxalıb. Düşmən nədir? Sənin düşmənindir, Allahın düşmənidir, Rəsulunun düşmənidir. Xüsusi insanlardır. Bugün sabah yox olacaqlar. Biri yaşlıdır, biri məsələn psixoloqdur. Psixoloqdur. Səhifəsi var da. Problem yoxdur, psixoloqla gedişinlə məşğul ol. Öz xəstələri qəbul elə. Qəbul elə falan. Öz işindir də, qardaş, işləyirsən, maşallah. Yox. Altda bilsin nədir? Allahla mübarizə aparır, hicablılarla, dindarlarla. Dindarları müalicə edirəm, deyir ancaq. Siz xəstəsiz, deyir. Allaha inanırsınız, deyir. Harınlayıb, yiyib, qudurub, yəni. Həqiqi mənada. Dünənə kimi belə deyildi, yəni. Yiyib, harınlı, zərbə alıb kimdənsə. Küsüb həyatdan, Allahdan küsüb. İndi Allaha inananlarla mübarizə aparır insan, qadın. Amma adı nədir? Psixoloq. Vallahi dərdi, fikri, himməsi o xəstələri müalicə etməkdir. Yox. Allaha inanan insanları soyutsun İslamdan. Diksindirsin öz statuslarından, öz nə bilim hicab taxanlar belə, saqqal saxlayanlar belə, namaz qılanlar geridə qalıblar, nə bilim nə. Düşməndir dinlə, psixoloq adınla, işi adınla dinlə mübarizə aparır. Düşməndir Allahın.